Salam, bugünkü açılımımız olacaq. Onların ailə münasibətləri necədir? Bir-birləri ilə münasibətləri necədir? Üçlü münasibətdə olanlar üçün. 3 variant eləyəcəm. Qısa bir açılım olacaq. Onların ailə münasibətləri hazırda necədir? Birinci variant. 2 və 3-cü variant. Qaşları qoymayacağım, belə seçin. Ailədə vəziyyət necədir? Münasibətlər necədir? Seçmisinizsə başlayırıq. Kimin üçün vaxt kifayət eləmirsə saxlasın və elə seçsin. Birinci variantla başlayırıq. Onların ailə münasibətləri necədir? Bilirsiniz necə qadın tərəf çox aktivdir, çalışır münasibətləri qorusun, saxlasın. Bir asılılıq var, sanki bilirsiniz necə, onları bir-birinə bağlayan, gələcəklə bağlı çoxlu planlar var. Ailədə vəziyyət stabil görünür və əsas idarəçi qadın kimi görünür. Yəni dediyim kimi xəyallar var, planlar var. Əslində belə deyim, nəsə uşaqla bağlı planlar var daha çox. Ola bilər ki, çox adam baxdığına görə ola bilsin ki, uşaq olmasın, başqa şəxslə bağlı planlar olsun, ailədən olan başqa bir şəxslə bağlı. Ailədə vəziyyət normaldır, ailədə vəziyyət yaxşıdır. Böyük sevgi görünməsi də nəsə planlaşdırırlar, nəsə eləməyə çalışırlar və qadın çox aktivdir, idarəçidir orada. Ailədə vəziyyət normal görünür və elə bil ki, bir-birlərini belə deyim, bağlayan bağlılıq var onlarda, məsuliyyətlər var. Amma indi vəziyyət belədir, o demək deyil ki, həmişə belə olacaq. Onlarda nəsə böyük bir skandal, razruşeniya, dağıntı görünür və elə bir dava olacaq ki, onlar uzun müddət bunun mübarizəsini aparacaqlar. Bu davanın söz-söhbətləri dalaşacaq uzun müddət bunların arasında. İndi bəli, hər şey stabil görünür, yaxşı görünür və davadan sonra toçka. Hər kəs üçün rəsmi boşanma yoxdur. Bu yaxınlarda burada çox böyük dava olacaq və uzun müddət küslülüyü görünür. İkinci varianta keçireyim. Ailədə vəziyyət necədir? Baxaq, ailədə vəziyyət necədir? Ailədə bilirsiniz necə, əslində sakitçilikdir, amma deyir o fırtına öncəsi sakitlik belə bir şey. Çünki onlar dalaşıbdılar, indi hər kəs öz tərəfinə çəkilib, çalışır sakit qalsın, fikir verməsin, dalaşmasın, amma içi qaynayır. Çöldən görünə bilər ki, məsəl üçün də mənim vecimə deyil, o neynir, neynəmir, amma içəridə belə deyil. Daxildə rahatçılıq yoxdur. Amma barışıq görünür burada. Burada tam əksi oldu, elə bil ki, birinci variantın tam əksi oldu. Burada tam əksinə barışıq görünür. Bəli, onlar dalaşıbdılar, hər kəs çəkilib öz kənara, amma barışıq görünür. Bəli, barışıq görünür bu ailəyə. Yəni, onlar düzəldəcəklər münasibətləri. İndi bəli, pistama düzələcək bu münasibətlər. Bilirsiniz necə, ümumiyyətcə bu ailə elə bir ailədir ki, bunlarda dalğalı olur. Yəni, bir də görsən çox yaxşı olurlar, bir də görsən ümumiyyətcə heç nə olmur aralarında. Yəni, bir balansı qoruyub saxlaya bilmirlər. Məsəl üçün, ailələr adətən necə olur da? Yəni, dava da olsa o stabil münasibətləri saxlayırlar. Bunlarda dağıntı olur, yəni hər kəs öz işi ilə məşğul olur. Sonra barışırlar, hər şey qaydasına düşür, tezdən belə olur. Və bilirsiniz necə, bunlar barışacaqlar, dalaşacaqlar, belə bir şey. Və hətta məhkəməyə kimi gedəcək bunların söhbətləri, sonra sakitçilik olacaq. Belə kaçıl kimi də dalğalı münasibətdir bunların münasibətləri.
Barışırlar, uzun müddət barışıq olur, küsürlər, uzun müddət küsürlük olur. Bax belə bir şey. Amma məhkəmə ilə bağlı nəsə olacaq bunlarda və o demək deyil ki, boşanacaqlar. Amma tərəflərdən kimsə cəhd eləyəcək, gedəcək məhkəməyə, nəsə müraciətlə sonra yenə donmuş vəziyyət. Bax belə bir şey. Üçüncü varianta keçirik. Ailədə münasibətlər necədir? Bilirsiniz necə? İmanın kişi tərəfdən görünür ki, o çalışır stabilliyi, ailə münasibətlərini qorusun, saxlasın və o əsas idarəçidir burada. Onun sözü keçir. Amma insan bəli bir görünüş verə bilər ki, mən ailəmin başının üstündəyəm, hər şey eləyirəm falan. Amma ruh olaraq, ürək olaraq onlarla birlikdə deyil. Sadəcə elə bil ki, bir vəzifə borcu kimi nələrsə icra eləmək. Yenə deyirəm, ruh olaraq, ürək olaraq orada deyil o. O demək deyil ki, onlarla dalaşır, nəsə eləyir, yox. Dalaşmaq falan da yoxdur. Prosta elə bil ki, darıxır, sıxılır orada, maraqsızdır. Yəni, böyük dava, skandal görünmür. Prosta o özü darıxır deyə hər şeydən bir bəhanə axtarır ki, dava çıxarsın. Çünki marağında başqası var və qorxuları var bunun ortaya çıxacağından. Qorxular var, narahatçılıq var. Çünki marağı başqasındadır, fikirlər başqasınadır. Sanki bir iş kimi məsuliyyətlər var, mən bunları eləməliyəm. Amma ailəsini qoruyur, saxlayır. Ruh olaraq, ürək olaraq onlarla birlikdə deyil. Sizə hansı mövzular maraqlıdırsa yazın, o mövzularda açılım eləyin. İzlədiyinizə görə çox sağ olun. Sağ olun.